İTV xəbər efirdədir. Bakının müxtəlif ərazilərində quraşdırılan, amma texniki və estetik tələblərə cavab verməyən reklam lövhələri sökülür. Bildirilir ki, bu lövhələr binaların memarlıq görünüşünə ciddi ziyan vurur. Tələbləri pozan sahibkarlar isə 300 manatdan 10.000 manata dək cərmələnə bilərlər. Bu Nəsimi rayonundakı kitab evlərindən birinin reklam lövhəsidir. Daha doğrusu lövhəsi idi. Binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblərə cavab vermədiyindən söküldü. Əvvəlcə məftillər, sonra ventillər boşaldılır. Düzgün quraşdırılmayan reklam lövhəsinin binanın fasadına verdiyi ziyanı görmək üçünsə sadəcə başımızı qaldırmağımız kifayət edir. Digər bir ünvan isə iaşə obyektidir. Burada quraşdırılan reklam lövhəsi də standartlara uyğun gəlmədiyindən söküldü. Üstəlik lövhənin natəmiz olması da gözümüzdən yayınmadı. Təəssüf ki, bu kimi reklamları şəhərin bir çox yerində görmək mümkündür. Sakinlərin isə bununla bağlı fikirləri müxtəlifdir. Məncə dəyişdirilsin, yəni küçələri biraz körləşdirir, amma təsir olsa yeni sol yaxşı olur. İndi dünyamız belə ki, reklam dünyasıdır da. Nə qədər şəhərə yenilik gəlsə, onu gözəlləşdirir, mənə elə gəlir. Sizcə bu işin bu qədər böyük olması yaxşıdır yoxsa pis? Aşırı dərəcədə yox, yerində olsa. Yəni qədərində olmalı. Qədərində olsa yaxşıdır. Hər şeyin çoxu məncə yaxşı deyil. Böyük olması yaxşıdır ki, uzaqdan adamı cəlb eləyir, görürsən ki, nə var, nə yoxdur, nəyin reklamıdır, sən də ondan faydalanırsan da. Azərbaycan Dövlət Reklam Agentliyindən bildirdilər ki, şəhərin ümumi dizayn koduna əsaslanaraq reklamların quraşdırılmasına xüsusi tələblər qoyulub. Bizim texniki tələblərə əsasən reklam qurğuları fasadda yerləşdirilərkən onun maksimal ölçüləri müəyyən olunubdur. Bu 50 sm-dir və fasadın memarlıq elementlərindən azad səthində yerləşdirilməlidir. Yəni heç bir memarlıq elementin üstünü bağlamaq olmaz. Bakı şəhərinin müxtəlif ərazilərində tarixi əhəmiyyəti olan binalar var. Onların üzərində qurğular yerləşdirirkən xüsusi diqqətlə yanaşmaq lazımdır. Orada kronşteynlərin ölçüləri maksimum 50 sm müəyyən olunubdur. Qeyd edək ki, reklam qurğularına dair tələblərə riayət etməyən sahibkarlar 300 manatdan 10.000 manata dək məbləğdə cərimə edilə bilərlər. Səbinə Şükürova, Atababa Vəliyev, İTV Xəbər.